Salam. Çox vaxt uğuru mürəkkəb biznes strategiyalarında axtarırıq, elə deyilmi? Amma bəlkə də ən güclü dərs elə gözümüzün qabağında, təbiətin özündədir. Bugün sizə durnaların hekayəsini danışacağam. Onların möhtəşəm komanda gücündən alacağımız çox dərs var. Yəqin ki, göydə V şəklində uçan durnaları hamımız görmüşük. Gözəl mənzərədir, hə? Amma heç fikirləşmisiniz ki, niyə məhz bu formada uçurlar? Bu, sadəcə estetik bir görüntü deyil, dostlar. Bu, min illərlə sınaqdan çıxmış dahiyanə bir sağ qalma və uğur planıdır. Bəli, təsadüf heç deyil. Bu, təbiətin özünün min illər boyu təkmilləşdirdiyi, demək olar ki, qüsursuz bir uğur sistemidir. Və biz də bugün məhz bu sistemin sirlərini bir-bir açmağa başlayacağıq. Yaxşı, gəlin başlayaq. İlk olaraq durnaların bu böyük sirrini anlamağa çalışaq. Görəsən bu uçuşun arxasında nə dayanır? Baxın, hər şey çox sadə bir fizika qanunundan başlayır. Təsəvvür edin, tək bir durna. O, sanki güclü küləyə qarşı tək başına mübarizə aparır. Hava müqaviməti onu o qədər yorur ki, uzun məsafə qət etməsi demək olar ki, mümkün deyil. Tez təngnəfəs olur, gücdən düşür. Yaxşı, bəs tək yox, komanda olanda, birlikdə uçanda nə dəyişir? Bax, əsl möcüzə elə burada başlayır. Deməli, işin sirri aerodinamikadadır. Belə izah edim. Öndə uçan durna ən ağır işi görür, yəni havanı yararaq irəliləyir. Bu zaman o, arxasındakılar üçün bir növ hava axını, bir dəhliz yaradır. Bu dəhliz sayəsində arxadakı hər bir quş daha az enerji sərf edir. Gözlə görünmür, amma inanılmaz dərəcədə effektiv bir komanda işidir bu. Və bu dəstəyin nəticəsi sadəcə heyrətamizdir. Elmi hesablamalara görə, komanda şəklində uçmaq onlara 70%-ə qədər enerji qənaət etməyə imkan verir. Təsəvvür edirsiniz, 70%. Bu o deməkdir ki, eyni yolu qət etmək üçün qat-qat az güc sərf edirlər. Amma bu hekayə təkcə fizikadan, aerodinamikadan ibarət deyil. Məsələ daha dərindir. Gəlin indi liderlik və əsl komanda ruhu barədə danışaq. Aydındır ki, ən öndə uçmaq ən çətin işdir. Bütün küləyi sinəsi ilə qarşılayan odur. Yaxşı, bəs o lider yorulanda nə olur? Bütün sürü dayanır? Əsla. Bax, durnaların dahiliyi buradadır. Onlar üçün liderlik bir vəzifə, bir kreslo deyil. Bu, bütün komandanın paylaşdığı bir məsuliyyət. Sistem çox sadə və effektivdir. Lider yorulan kimi sakitcə sıranın arxasına keçir və dərhal başqa bir durna onun yerini alır. Bu davamlı rotasiya sayəsində heç kim tək başına tükənmir. Ağır yük növbə ilə hər kəsin çiyninə düşür və bu da bütün komandanı, bütün sürünü demək olar ki, yorulmaz edir. Bəs heç durnaların uçarkən çıxardığı o səslərə fikir vermisiniz? Elə bilirsiniz, o sadəcə səsküydür? Heç də yox. Bu səslər əslində onların uğur sisteminin ən vacib hissələrindən biridir. Bu, şuurlu bir ünsiyyətdir. Bilirsiniz, o səslər nə deməkdir? Arxadakılar öndəki lideri sanki səslənirlər. Davam elə, yaxşı gedirsən, biz səninləyik. Bu, bir növ səsli dəstəkdir, motivasiyadır. Bu səslər liderə tək olmadığını xatırladır və bütün komandanı eyni ritmdə saxlayır. Və indi gəldik bəlkə də bu hekayənin ən təsirli, ən duyğusal dərsinə. Yaxşı, bəs əgər durnalardan biri xəstələnsə, yaralansa, gücdən düşsə nə olur? Onu arxada buraxıb gedirlər? Xeyr, iki durna sürüdən ayrılıb onunla birlikdə yerə enir. O tək qalmasın deyə. Sağalana və ya yenidən uça bilənə qədər onun yanında olurlar, onu qoruyurlar, heç kimi arxada buraxmırlar. Bax, əsl komanda ruhu, əsl yoldaşlıq budur. Çox təsirlidir, elə deyilmi? Yaxşı, bəs bütün bu öyrəndiklərimizi təbiətdən alıb öz iş dünyamıza, öz komandalarımıza necə tətbiq edə bilərik? Gəlin indi bu barədə danışaq. Baxın, paralellər əslində göz qabağındadır. O V formasiyası var, ha? O bizim işdəki sistemimizdir, strategiyamızdır. Liderliyin növbəli olması bu yeni liderlər yetişdirmək, davamlılığı təmin etmək deməkdir. O arxadan gələn səslər bu bizim bir-birimizə verdiyimiz dəstək və motivasiyadır. Və ən əsası zəifləyəni tək qoymamaq prinsipi. Məhz bu komandanı həqiqətən sarsılmaz edir. Və bu əslində çox ciddi bir xəbərdarlıqdır. Əgər sizin bütün sisteminiz, bütün işiniz bircə nəfərin, bir super qəhrəmanın çiynindədirsə, bilin ki, o sistem çox kövrəkdir. O insan yorulan, bezən və ya gedən kimi hər şey çökəcək. Amma durnaların sistemi kimi məsuliyyətin paylaşıldığı komandalar həmişə ayaqda qalır.
Yaxşı, bütün bunları danışdıq. İndi gəlin sizin şəxsi uçuş planınıza baxaq. Bu dərslər şəxsən sizin üçün, sizin komandanız üçün nə ifadə edir? Birinci və ən fundamental qayda budur. Tək uçmayın. Uğura gedən yolda tək qəhrəman olmağa çalışmaq sadəcə özünüzü yormağa və tükətməyə gətirib çıxaracaq. Və bunun davamı olaraq əsl yüksəliş, əsl güc komanda ilə birlikdə hərəkət etməkdədir. Unutmayın, komandanızın gücündən faydalanın, öz gücünüzlə onlara dəstək olun və yalnız o zaman hamınız birlikdə yüksələ bilərsiniz. Və sonda sizi bir sualla baş-başa buraxmaq istəyirəm. İndi bir anlıq dayanıb öz komandanızı düşünün. Əgər turnarlardan aldığınız bu dərsi həqiqətən tətbiq etsəniz, görəsən birlikdə hansı inanılmaz zirvələrə çata bilərsiniz? Bu sualın cavabı artıq sizdədir.